Yerli kara dağların yıkılmasın, gölgelecek kabacın kesilmesin. Kan gibi akan köklü suyun kurumasın. Kanatlarının ucu kırılmasın. Kadir seni namerde muhtaç etmesin. En büyük dert səni itirmək, quzağından ayrı düşməkmiş. Hər axşam evimizin qənşərində, köhnə kəndlikdəki cəviz ağaçlarının budaqlarına qonan bayquşlar səs-səsə verəndə adam elə gəlirdi ki, kəndimizin üstündən kabus asılıb. Yaxınlaşan bəlanın müjdəçilərinin sayı da çoxalmağa başlamışdı. Bayquşların səsindən vahimələnən ağsaqqal, ağbirçəklər bunu xeyrə yozmuşdular. Bizi gözləyən ayrılığı hiss edən heyvanlar da ağız-ağıza vermişdi. Kəndi it uvartısı başına götürmüşdü. Elə bil hər yerdən dərd asılmışdı. Hər payız gələndə ürəyim əsir. Hər şey mənə Dərələzdəki, qovşuqdakı o müthiş oktyabr axşamını xatırladır. Yenə üstümə həmin axşamın ağırlığı çökür. Qəhər boğur məni. İçimdə sızıltı başlayır. Kiminsə lap uzaqlarda ağı deyən səsi gəlir qulağıma. Getirmişim sevgili, getirmişim ama sefasında. Sanki o taybulağın zümzüməsi arpa çayının şıltaq dalğalarının səsinə qarışıb haray çəkir. Hərdən mənə elə gəlir ki, bu fəryad qovuşuğun son günlərindəki bayatılar, oxşamalardır. Çayların, yolların qovuşağında yerləşən qovuşuq, 36 il həsrəti ilə yaşadığım kəndim. Bu illərdə başımıza nələr gəlmədi. Səni tərk edəndən sonra pərən-pərən düşdük, qaçqın olduq, hərə bir tərəfə səpələndi. Ən çətin zamanlarda belə yaddan çıxmadı. Hələ də yönü sənə tərəf yatanlar var. Sən onların qibləsi, and yerisən. Yerli kara dağların yıkılmasın, gölgelecek kabacın kesilmesin. Kan gibi akan köklü suyun kurumasın. Kanatlarının ucu kırılmasın. Kadir seni namerde muhtaç etmesin. 36 ilin üzərindən boylanıb geri baxmaq, sənli günlərə qayıtmaq, xatirələr söz eləmək çox çətindir. Hər il oktyabrın 20-si gələndə həmin gecənin vahiməsi tutur məni. Həmin axşamı 100 dəfə xatırlamışam.
Hər dəfə gözümün qarşısında fərqli mənzərədə canlanırsan, əziz qovuşum. Doyunca istinə qısına da bilmədim. Üzümüz gözümüz bir-birimizə yenicə ürəşirdi ki, ortaya ayrılıq düşdü. Bizi ayrı salan zaman dünyanın tərsinə işləyən təkər idi. Uşaqlığım yenicə arxada qalmış, səni təzə-təzə sevməyə başlamışdım. Biz ayrılanda nə yaşım vardı ki? 18-i hələ haqlamamışdım. Gözümü asıb səni görmüşdüm, qucağını anamın qucağı qədər sevmişdim. Hər daşın, qayan, bulaqların, çayların, cığırların, kolların doğmaydı mənə. Bulaq suyu kimi dumduru, təmiz, pak idin. Bəxtəvər uşaqlığımın, atalı-analı vaxtlarımın şahidi qovuşu. Bugün ayrılığımızdan 36 il ötür. 36 saniyə yadımdan çıxmayan, yuxularımın məskəni qovuşu. Yadındadır sonuncu gün. Hər dəfə xatırlayanda ürəyim paramparça olur. Köçümüzün yığılmanı bəlkə də həyatda xatırlamaq istəmədiyim yeganə məqamdır. Hər kəs kədər içində idi. Nənəmsə xısın-xısın ağlayırdı. Yazıq anamın ağlamağa vaxtı nə gəzirdi? Yurt yerinin sonuncu barxanasını qavğarırdı. Evimizin boşaldığını görəndə məni vahimə basmışdı. Boş otaqlarda üstümə qayıdan səsimin əks edasından qorxmuşdum. Bu qorxu hələ də mənimlədir. 36 ildir məni izləyir, məni tərk etmir. Boş otaqların divarlarına dəyib qayıdan səsim indi də qulaqlarında cingildəyir. Bu səs sanki mənə bu əvədə ayrılıqdır. Bir dəfəlik vidalaş deyirdi. Çayların, yolların qovuşduğu kəndim, həmin gecənin vahiməsindən qeyri-adi görkəm alan qovuşu, Təkədunduran dağının üstünü alan qara buludların zəhimi idi səni basan. Qaşın qabağın açılmırdı. Ağaçların budaqlarındakı quşların səsinə qarışıb bizimlə danışırdın. Getməyin deyirdin, yalvarırdın. Məni tək qoyub çıxmayın deyib haray təbirdin. Hava meşəsindən əsən soyuq küləklər üstümüzə gəlirdi. Adamları saxlamaq istəyirdin. Qaraşundan üstümüzə ildırım çağdırırdın. Dayanın deyirdi. Göy qayadan bizə sərt-sərt baxıb, yurt yerini boşaltmayın deyə fəryad qoparırdı. Amma el-oba köç üstündə biz isə ayrılıq məqamındaydıq. Narahat ruhların nalə çəkdiyi həmin gecənin zəhmindən bədənim üşəndi. Ağlamaq istədim, bacarmadım. Yuxum ərşə çəkilmişdi. Köç üçün hər şey hazır idi. Otaqlar boşalmış, anamın qavğardığı barxanalar bir küncə yığılmışdı. Küçə lampalarının pəncərədən düşən işığında nənəmin üzünü aydın görürdüm. Mələksimə nənəm yatmamışdı, arvad dua edirdi. Qalxıb onun çarpayısının qarşısında oturdu. Niyə yatmırsan? Yata bilmirəm, yuxum gəlmir dedim. Nənəm məni sakitləşdirməyə çalışırdı. Yat, sabah işimiz çox olacaq. Bir də dünyanın işini nə bilmək olar? Vaxt olar, geri qayıdarıq. Nənəmə cavab vermədim. Hiss etdim ki, təskinlik verir. Bu ayrılıq əbəd ayrılığa oxşuyurdu. Səhər tezdən köçümüzü yığmağa başladılar. İlk maşını elə bil evimizin əşyalarını durdu. Kaş biraz gec yükləyərdilər deyib bağa keçdim. Bütün ağaçlarla bir-bir vidalaşdım, öpdüm onları, tumarladım gövdələrini. Heyf, bayata bilmirdim. Qapımızdan axan çaya sarı boylandım. Daşlara dəyib billoş kimi parıldayan dalğalar mənə baxıb gülümsüyürdü. Biz bir daha görüşməyəcəyik deyirdilər.
Cəviz ağacının altında dayanıb yuxarı baxdım. Yarpağını tökmüş budaqlar məni yola salmaq üçün sanki əl edirdilər. Həyətimizin ortasından axan çayın şırıltısı ətrafdakı söhbətləri eşitməyimə mane olurdu. Deyəsən bitdi. Yəqin birazdan tərpənərik deyə gözlərim doldu. Səni həmişəlik tərk edirdim, doğma qovuşuq. Yük maşını tərpənməyə sürə idi. Atam məni haraylayıb yığış gedirik deyəndə armud ağacının altında üzümü ağacın gövdəsinə sıxıb hönkür-hönkür ağlayırdım. Qovuşuqdan ayrılmağıma dəqiqələr, bəlkə də saniyələr qalırdı. Yenə atamın səsini eşitdim, məni çağırırdı. Bir təhər evimizin daşına, divarına sığal çəkə-çəkə yük maşınına çatdım. Elə bil dünya başıma uçdu. Ağlayan əzizlərimi, doğmalarımı, arxamca su atan qonşularımızın qəmgin üzlərinə baxmaqdan vahimələndim. Yük maşını yola düzəldi. Dikəlib oturdum. Sonuncu dəfə sənin yollarından keçirdim, əziz qovuşuq. Hamı köçümüzü yola salmaq üçün küçəyə çıxmışdı. Həsən kənd yolunu ermənilər bağladığından biz Kötonlu istiqamətinə vurulmalıydıq. Maşın kəndin içindən qabaqlıya tərəf dönəcəkdi. Dədə, bəlkə maşın məktəbin altına qədər getsin, oradan geri qayıdarıq. Atam bir söz demədən başının hərəkəti ilə razılıq verdi. Yük maşını kəndimizin əsas girəcəyindən, məktəbin yanından geri qayıdıb yoluna davam etdi. Əyilib sürücünün qulağına biraz yavaş sür deyə pısıldadım. Yük maşını ləngər vura-vura yoluna davam etdikcə kəndimiz arxada qalırdı. Heç kim danışmırdı. Siqaretin oduna yandırmasından hiss edirdim ki, atam özündə deyil. Ailəmizin qalan üzvləri evimizi səhər tezdən tərk edəcəklər. Onlar Arazlayan stansiyasından İrəvan-Bakı qatarına minəcəkdilər. Köç maşınımız isə qabaqlı ilə Kötonlu arasındakı dolayları qalxırdı. Nərilti ilə irəli atılan yük maşını çoxdan qovuşuqdan aralanmışdı. Maşında 4 nəfər idik. Atamla mən yan-bayan əyləşmişdik. Sürücülərdən biri arxada uzanıb istirahət edirdi. Dərələyəcin kəndlərindən keçirdik. Kötanlı, Herher, Leyliqaçan da birazdan arxada qalacaqdı. Daha heç nə düşünə bilmirdim. Bədənim od tutub yanırdı. Sürücü şüşəni bir qədər aşağı saldı. Çöldən gələn buz kimi hava ruhumu